Salam dostlar, hər vaxtınız xeyir. Bu günlərim sizlər üçün 4-cü sinif riyaziyyat fənnindən monitorinq suallarının izahını verəcəm. Gəlin tanış olaq. Bir göz dərmanını aptekdə 1,2-də 1 litrlik qablarda gəlir. Əczaçı bu dərmanı 30 litrlik kiçik şüşələrə doldurub satır. Bunun üçün əczaçıya neçə şüşə lazımdır? Əvvəlcə biz bunu millilitrə çevirməliyik. Bilirik ki, 1 litrin 1000 millilitrdir. 2'də 1 litrin mini bölürük 2'yə, vururuq 1'ə. 500 mililitre edir. Bunlar birlikdə 1500. Yəni 1000 ilə 500 toplayanda 1500 mililitrdir. Bu 1500 litri də 30 litrlik qablara boşaldıramsa 1,0 buradan gedir. 150-ni 3-ə böləndə 50 mililitr etmiş olur. Gəlin tənliyimizi alaq. Məhsul vuruğun tapılması zamanı biz nə edirik? Vuruğu deməli hasili digər vuruğa bölürük. Eləyir o da 7. Yoxlaya da bilərik 8-i 7-yə vuranda 56. Cavabımız 7 olmuş olacaq. Gəlin yazaq. 3, 3, 0, 2, 1, 3. Yəni 330.213. Bunu birinci yazırıq. 300 min. Növbətisinə baxırıq. 30 min. Minliyimiz yoxdur heç. Yüzlüyümüz 200. Onluğumuz 1 onluğumuz var. 3'də təkliyimizdə heç bir 0 yoxdur. Baxırıq ki, o da harda var? D variantında var. Keçək növbəti suala. Qovsun Milli Tarixi Qovğunun ekskursiyaya avtobusla 40 şagird getdi. Dairəvi diaqramda avtobusun sərnişinlərin sayı verilibdir. Ekskursiya neçə qız şagird, neçə oğlan şagird və neçə valideyn iştirak edirdi. Bura ümumi 40'dır. 40 sərnişindir. Orada şagird sözü yazılıb düzgün deyil. Şagird olsaydı qızın oğlan nəzərdə alınardı, valideyn alınmazdı. Və o həll olunması sizin üçün çətin olardı. Gəlin baxaq. 40'ın 2'də 1'i 20 nəfər qız olacaq. 40'ın 8'də 3'ü 8'ə bölüb 3'ə vururuq. 5'i 3'ə vuranda 15 oğlan. 40'ın 8'də 1'i 5'də valideyn eləyir. Baxıram görürəm o hansı variantdadır? C variantındadır. Keçək növbətisinə. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissəyə bölünübdür. Bilmirəm hər bir hissə neçə dərəcədədir. Dairə 360 dərəcə təşkil edir. Bunu tapmaqdan ötürü 360'ı bölürük 8'ə. Deməli bu 8'də 3 hissəsi rənglənibdir. 8'ə bölürük. 36'ın içində 8 4 dəfə. 32, 40'ın içində 8 5 dəfə. 45 elədi. 45'dir. 3 dənə 45'im neyiniyəcək? 45'i vuraram 3'ə. 15 1 yatdı. 12 13. 135 dərəcə. Rənglənmiş deyir ki, fiqurun sahəsini tapın. Bunu 2 dənə düz bucaqlıya ayırıram. Bu S1'dir, bu da S2'dir. Eni 4, uzunluğu 7'dir, düzdür. Sahə düsturu nə idi? A vurulsun B. N vurulsun uzunluğu 4 vurulsun 7. Buraya elədi 28. S2'ye keçək 3. Eni 3, uzunluğu 3. 3'ü 3'ə vuranda 9. Deməli S1'im 28, S2'm 9'dur. Bunları da toplayanda 37. Keçək növbətisinə. A, 2. Bu birinci X'i nəzərdə tutur, ikinci Y-i nəzərdə tutur. Gəlin baxaq. 2 6'ya. 1, 2, 3, 4, 5, 6. Buradadır. Bu A. Sonra 2'nin 3'ə. 2'nin 3 dama qalxırıq bura. Sonra C 5'in 3'ə. Bura B, bura C. 5'in 6'ya.
Bu da D. Nəfi quralında kvadrat. Keçək növbətisinə. Verilmiş paralelipipedin tamamlamaq üçün neçə vahid kub lazımdır? Deməli, 4 buradır, 5 buradır. 4'ü 5'e vursam, neyəcək? 20. 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbədən ibarətdir də. 20'ni də 3'e vursam, 60 dənə kubik olmalıydı bura. Baxın, həcm və həcm düsturu var. 4 vurulsun 5, vurulsun 3. En, uzunluq, bir də hündürlük. Hündürlük də bax, hardan bilirim 3 mərtəbədə? 1, 2 və bunun altındakı da 3'dür. 3 mərtəbədən ibarətdir. Yəni 60 dənə kubik olmalıydı. Kub olmalıydı. Lakin orada neçəsi var? 20 dənə aşağıda, 2 dənəsi də yuxarıda. 22 dənəsi var. 60'dan da 22'sini çıxaram. Qalar 38 kub. Yəni 38 kubum çatmır. Aylıq xərci verib. Deməli 350, 150, 50 və 250. Aylıq xərcliyində hamısını neyirik? Toplayırıq. 4, 6, 800. Yəni çəkilən xərclərin hər biri toplanır. Keçirik. Bu şəkildə baxırıq. Bu şəkildə verilibdir. Üstdən baxırıq. Bura 3 mərtəbədir. Bura 2 mərtəbədir. Bura 1, bura 1, bura 1. Burada 1. Variantdan baxırım. 2, 3 qalanları 1 olan A variantıdır. 4 rəqəminin mərtəbə qiyməti. 4'ün dayandığı yer. Təklik, onluq, yüzlik, minlik, 10 minlik. 40 min nə deməkdir? 40 min. D variantı. Keçək bura. 1 dəqiqəm neçə saniyədir? 60. 60'ın 4'ü 3'ünü tapırıq. Yəni 60'ı 4'e bölürük. Vururuqca 4'e böləndə 15, 15'i də 3'e vuranda 45 saniyə 70 olacaq. Biz bildik ki, çevrə 360 dərəcədir. Onun 6'da 1 hissəsi də bura. 360'ın 6'da 1'ini tapanda 360'ı 6'ya bölüb 1'e vururuq. O da eləyir 60 dərəcə. Deyək ki, A'lar 175 qram. A'lardan neçə dənədir? 3 dənədir. 175 vurulsun 3. Üstə gəlsin. B'lər neçədir? 270 qram. Neçə dənədir? 2 dənədir. İndi bunları topla. 5'i 3'e vuranda 15, 1 yadda. 21, 22, 2 yadda. 3, 1'e vuranda 3, 2 yadda var. 525. Bunu da vuranda 540. İkisini toplasam 665. Üzr istəyirəm, 665 yazdım. 1065. Baxırıq ki, bu 1060, bax, bura 1065 elədirsə, deməli, burada 1065'dir. Amma 3 kisə 1065'dir. Deməli, biz bunu neyləməliyik? Bölməliyik 3'ə. Onun içində 3, 3 dəfə 9. 16'nın içində 3, 5 dəfə 5 dəfə 3, 15. 15'in içində 3, 5 dəfə. 355 etmiş olacaq. Baxaq. Anarın 36 oyuncağı maşını var. Dairəvi diaqramda maşınların rənglərinə görə hissəsinin təşkil etdiyi təsvir olunub. Anar hər rəngdən neçə maşını var? 36'nın 3'də 1'i. Eləcək 12 qırmızı. 36'nın 4'də 1'i. 4'e böləndə 9 boz. 36'nın 4'də 1'i. 9 göy. Göy ilə boz eyni rəng. Eyni saydadır. 36'nın 6'da 1'i. 6 eləyəcək sarı. 6 sarı. 9 göy. 9 boz. 12 narıncı. B variantı olacaq. Bağça 2 hissəyə ayrılır. Birinci hissədə hər sırada 24 ağac olmaqla 15 sıra var.
Deməli 15 sıradır. Hər sırada da 24 ağac. İkincidə isə 11 ağac olmaqla 30 sıra var. Deməli 2 bağdakı cəmi istəyir. Sahə düsturundan istifadə etməklə 15-i vuraram 24-ə, 11-i də vuraram 30-a. Bu eləyəcək 11-i 30-a vuranda, 11-i 3-ə vuranda 33, 0 da yanına qoyanda 330 etmiş olacaq. Bura baxaq. 15-i 20-yə vursam 300, 15-dən 60, 360. İndi ikisini birlikdə cəmi istəyir. 360 üstə gəl 330, 690 etmiş olacaq. Bir ədədi bilmirəm. 3 dəfə artırdım. Üzərinə də 5 əlavə etdim. Nəticə 20 oldu. Biz sonuncu məlumatdan əksinə hərəkət edirik. 20-dən 5 çıxaram 15. Vurma deyil, bölərəm 3-ə. Eləyər 5. Birinci bağlamada 3. Bu birinci bağlamamda 3. Digər bağlamada bunun 2 qat çoxudur. 2 dəfə çox. 3 vurulsun 2. Deyək ki, bağlamaların birinin kütləsi 200 qram olarsa, bağlamaların sayını vuraram 200-ə. İkinci bağlamada olacaq 6. 3 ilə 6. Burada 3 bağlama, burada 6 bağlama. 9 bağlama. 900-də 200-ə vuraram. Ümumi sayı tapmış olacağım. A variantı etmiş olacaq. Yenə də dairə verilibdir. Dairə bilirik ki 360 dərəcədir. Rənglənmiş isə bunun 5də 1 hissəsini təşkil edir. Bizdən də rənglənmiş ilə hissəni istəyir. 36-ın üçün 5 7 dəfədir. 35 onun üçün də 2 dəfə 72 dərəcə eləmiş olacaq. Gələk keçək 50-ci sualı. Radiusları eyni olan B və D mərkəzli şəkildəki kimi C mərkəzli çevrənin daxilinə çəkilir. Buna görə aşağıdakılardan hansı yanlışdır? Buradan AB radiusdur. BC-yə bərabərdir. Bu iki dairə də bir-birinə bərabər olduğu üçün CD də DY-yə bərabərdir. DY-yə bərabərdir. Nə deyir? Deyir ki, AC A-dan C-yə 2 dənə DY-yə bərabərdir. Burada şagird özündən bir rəqəm verib, 4. İstədiyiniz rəqəmi verə bilərsiniz. A'dan C'yə 8-dir. D'yə neçədir? 4-dür. 2-dən 4-üm 8. Deməli, düzdür. A'dan Y'yə. A'dan Y'yə nə qədərdir? A'dan Y'yə. 4-dən 4-üm 16. 2 dənə B'dir. B'dən D'yə nə qədərdir? 8. 2 dənə 8-im neyəcək? 16 bir-birinə bərabərdir. Bu da getdi. AY. Bayaq dedik ki, A'dan Y'yə nədir? 16. 4 dənə BC-yə. Baxaq. BC neçədir? 4. 4-ü 4-ə vuranda nə edir? 16 etmiş olur. Deməli, bu da doğrudur. Deyir ki, AB A'dan B'yə 4. C'dən Y'yə. C'dən Y'yə 4, 4 elədi 8. 4 ilə 8 bir-birinə bərabər deyil. Gəlin keçək növbət. 10 minliklərə qədər yuvarlaqlaşdığında 110 alınan ədəd hansıdır? Gəlin 10 minliyin yerini təyin edək. Təklik, 10-luq, 100-lük, minlik, 10 minlik 1-dir. 1-dən sonra 8 gələndə bu olacaq 10, 120 min. 4 bura bir vahid verməz. 100 min olacaq bu da. Bu 9 bura bir vahid verər. 110 min bu olur. 5 bura bir vahid verəndə 120 min olacaq. Doğru cavabımız C variantı olacaq. Buranı toplasam eləyəcək 8100 bölünsün x bərabərdir 900. X-i tapmaqdan 8100-ü bölürük 900-ə. Belə olanda 2-0 buradan, 2-0 buradan. 81-i 9-a böləndə C variantı. Bir yük maşını 3 saat ərzində müəyyən qədər yol getdi. Növbəti 3 saat ərzində yük maşının sürəti 2 dəfə artdırdılar.
Bu zaman yük maşın getdiyi yol əvvəlki 3 saat ərzində getdiyin yolla müqayisədə necədir? Baxın, məsələn, özümdən xəyali olaraq bura bir dənə sürət verirəm 100. Birinci gedəndə 100 ilə 3 saat getdi, 300 kilometr yol getdi, düzdür? İkinci dəfə gedəndə növbəti 3 saat ərzində gedəndə sürətini 2 dəfə artırdılar, 200 oldu. 300 200 olan 600 kilometr. Deyir ki, indi bu əvvəlki ilə 300 idi, indi 600 oldu. Neçə dəfə artdı? Artıbdı 2 dəfə. Deyir ki, yalnız kör bucaqdır. Kör bucağı istəyir bilsən. Yalnız M, N, L. Hələ ki, bu doğru gəlir. Amma yalnız olduğunu hələ bilmirəm. Deyir ki, X, X, Y, X, X, Y. Yox, B variantı getdi. Bu da getdi. Çünki bunlar iti bucaqdır. A, B, C-yə baxaq. A, B, C. Bu da iti bucaqdır. Getdi. Onda bir dənə A variantı qalmış olur. Deyir ki, film 18:92-də başlayıb 90 dəqiqə sonra qutardı. Film saat neçə? Qutaran saat neçə idi? 18:42 dəqiqənin üstünə 90 dəqiqə gələndə 42 ilə 90 toplamda 132 dəqiqə eləyir. Saatla hələ ki işim yoxdur. 132 dəqiqə ilə işim. 132-nin içində saata bölsəm 60 dəqiqəyə bölsəm 2 saat 12 dəqiqə. Bunu hardan bilirəm? 2-ni 60-a vuranda nə edir? Bax, 2 dənə 60, 60, 120. 120-nin üstündə 12, yəni 132. Deməli, 2 saat 12 dəqiqədir. Mənim saatımda 18 idi, düzdür? 18-in üstündə 2 saat gələndə nə edir? 20 saat 12, 20, 12. B variantı. Gəlin baxaq. Burada nə deyir bizə? Qalxı bölmə məndə bölən 8, qismət 7-dir. Buna görə bölünən ən çox neçə ola bilər? Qalxı bölmədir, 8-ə bölüb, qismət 7 eləyib. Qalıq bilmirik nədir? Bizdən burada deyir, bu ən çox neçə ala bilər? 8 vurub 7, 56, tələsməyin. Çünki sən burada qalığını da anlamayın. Bir ədəd 8-ə bölünərsə, ala biləcəyi qalıqlar nə ola bilər? 1, özündən kiçik olmalıdır. Şərtimiz var. 3, 4, 5, 6, 7. 8 daha ola bilməz. 8 qalıq mümkün deyil. Öz qalıq bölənə bərabər ola bilməz. Böləndən balaca ədədlər olmalıdır. Ən çox deyirsə qalığa 7 verirəm. Məhsul bölünənin tapılması üçün bölənlə qismət vurulur, üzərinə qalıq gəlir. 56-nın üstə 7, 63. 57-nin üstə 201-dən bərabər və kiçik şərtini ödəyən ən böyük fərqli 3 ədədin cəmi. 201-dən kiçik ədədlər deyil. 201-dən kiçik ədəd nədir? 201-in birinci özü olacaq, çünki bərabər işarəsi var. Sonra 200, sonra da 199. Bu ikisini toplasam 400, 600 eləyəcək cavabımız. Ayselin keçmiş, indiki gələcək. Keçmiş, indiki gələcək. Keçmişdə 14 yaşı vardı, 27 əvvəl. İndi neçə yaşı var? 14-ün üstünə 27 gələrəm. İndiki yaş tapmaq üçün. Eləyəcək 41 yaş. 7 il sonra gələcək yaşı. 41-in üstündə 7 gələndə 48. Burada da 41-in üstündə 7 gəlir. 48. Cavab olaraq da qeyd edirik. Bizə Ayselin neçə yaşı olacaq? 7 il sonra 2 yaş soruşurdu. 48. Yüzlüklərə qədər yuvarlaqlaşdıqda 5-də bərabər olan ən böyük və ən kiçik ədədlər. 50 çıxanda ən kiçiyini tapırdıq. 49 gələndə ən böyüyünü tapırdıq. Yəni bunun ən asan tapılma yolu budur. Gəlin baxaq. 500-dən 50 çıxsam 450. Ən kiçiyi 450-dir. 500-ün üstünə
549 gəlsə, 549 ən böyükdür. Bundan da cəmini istəyir. 450 üstə gəl 549 eləyir 999. Cavab olaraq burada yazırıq nə? 999. Deyir ki, 318 ədədindən əvvəl gələn ilk iki ardıcıl cüt ədəd. 318-dən əvvəl nə gəlir? 317, 316, 315, 314, 313. Belə davam edir. 318-dən əvvəl cüt ədəd 17 ola bilməz, 16, 15 ola bilməz, 14. Deyir ki, bunların cəmi 314 üstə gəlsin 316. Eləyəcək 630. Deyir, ən böyük üç rəqəmli cüt ədəd 998. 630 da çıxsam 8, 6, 368. Burada yazıram 368 cavabı. Bugünlük bu qədər. Hələlik.